Salam, dövlət qulluqçuları və dövlət qulluğuna hazırlaşan namizədlər. Bu gün mən sizə Elbir Akademiyasının ən axırıncı sınağı təşkil olundu. Bu sınağın AB, AC, BA, BB üzrə olmuş sınaqların izahlar məsələsini verəcəm. Və yoldaşlar, burada əksəriyyət suallar təkrar olmaz suallar. Necə? Məsələn, siz BB üzrə, AC üzrə 16-dan başlayıb düz yəni 55 daxil olmaqla gedir. 48-dən etibarən suallar dəyişir və onların qalanlar hamısı hər birində olduğu kimi gedir. Yəni, məsələn, AC-yə baxan zaman, AC testləri əvvələ qayıdıb BB-yə baxsanız kifayət edəcək əvvəl hissələrə. Keçən suallarımıza Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin mənbəyi haqqında Konstitusiya maddəsində dəyişiklik təklif edin. Cavab heç bir halda referenduma çıxarıla bilməz. Ümumiyyətlə, bu məsələlərlə bağlı olan işlər referenduma, dəyişiklik məsələsi referenduma çıxarıla bilməz. Birinci burada var idi ki, hakimiyyətin mənbəyi, xalqın suverenliyi, hakimiyyətin mənimsəmə yol verilməməsi, Azərbaycan dövləti, dövlət başçısı dövlətdir. Bu məsələ referendum çıxara bilməz, eləcə də bu. Digər sualımıza keçək 17-ci sualımızla bağlı. Konstitusiyaya əsasən Milli Məclisin sessiyalarının, iclaslarının qapalı keçməsinə bağlı düzgün cavab müəyyəndir. Cavab A variantı. Milli Məclisin 80 deputatın tələbi ilə Milli Məclisin iclasları qapalı keçirilə bilər. Dedim səsən. Çünki orada var prezidentin təklifi 83-ün tələbi ilə. B variantında 60 məsələsi uyğun gəlmir. C variantında yalnız açıq uyğun gəlmir və D variantında isə prezidentin tələbi məsələsi uyğun gəlmir. Çünki prezidentin təklifi 83-ün tələbi ilə bu baxılır. 18-ci suala keçək yoldaşlar. 18-ci sualda Konstitusiyaya əsasən Azərbaycan Respublikası prezidentin silahlı qüvvələrə bağlı səlahiyyətlərinə aiddir. Və biz burada nəyi götürəcəyik? Cavab A variantı. Azərbaycan Respublikasının Konstitusiyası ilə Milli Məclis məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən silahlı qüvvələrlə bağlı digər məsələləri icra qədsəhəlidir. Niyə B səhvdir? Silahlı qüvvələrin xidmətlə mülki şəxslərin təhdid etmə hüququ tənzimlənməsi ümumiyyətlə təhdid edə bilməzlər bunlar. C variantı. Silahlı qüvvənin təyinatına bağlı olmayan vəzifələrin icrasına cəbri razılıq verir. Bu Milli Məclis aiddir. D variantı. Silahlı qüvvənin ali komanda heyətinin vəzifəyə təyin vəzifəsinin azad edilməsi barədə Milli Məclis təqdimat verir. Xeyr, özü birbaşa təyindir. Digər sualımıza keçək 19-cu suala. Naxçıvan Muxtar Respublikasının demək 19-cu sualda ilk öncə C variantında görün nə məsələdir? Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar Azərbaycan Nazirlər Kabinetinin qərarına ziddir. Digər tərəfdən Naxçıvan Muxtar Respublikasının yeni konstitusiya layihəsi Azərbaycan Milli Məclisinə Naxçıvan Ali Məclisinin təşəbbüsü ilə birbaşa göndərilir. Və Azərbaycan konstitusiyasına əsasən qeyd edilənlərlə bağlı hansı fikir doğrudur? Cavab C. Azərbaycan Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına zidd olmamalıdır. Naxçıvan Muxtar Konstitusiyası isə prezidentə Milli Məclis tərəfindən təqdim edilir. Cavab budur. Niyə A səhvdir? Azərbaycan Nazirlər Kabinetinin qərarına zidd ola bilər. Xeyr, zidd ola bilməz. Elə buradan səhvi gördük. B-yə keçək. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Konstitusiya qanunu və prezident fərmanları ilə onların səlahiyyətləri müstəqil olduğundan Azərbaycan Nazirinin qərarına zidd ola bilər. Xeyr, ümumiyyətlə Nazirlər Kabineti zidd ola bilməz. D variantı. Azərbaycan Nazirlər qərarları Naxçıvan qərarına zidd ola bilməz. Elə söhbət yox da, əksinə olmalıdır. Digər suala keçək və oradakı səhvləri bir-bir izah edək. 20-ci sualda Milli Məclis səlahiyyətlərinə aid edən məsələlərdən hansına qanun qəbul edir? Cavab A variantı. İnzibati ərazi mülkü. Digərləri isə qərarlardır. Bəlli hesabatların verilməsi, Nazirlər Kabinetinin etimad məsələsinin həll edilməsi və bir də ki, prezidentin müraciətinə əsasən müharibə və sülh edilməsinə razı. Bunlar hamısı qərarlardır, bizdən qanun qəbul edilməsi soruşulur. Digər suala keçək ki, Azərbaycan Konstitusiyasına əsasən Milli Məclis deputatlarının çıxanların yerinə seçkilər hansı halda keçirilir? Orada gəlib 120 gündən az qalarsa, cavab da bu C variantı məntiqi sualdır. Çünki 83 120-dən az qalan məsələsidir. Digər 133, 125, 150 80-dən 120-dən yuxarı olduğuna görə olmayacaqdır.
Deməli 22-ci sual gəlir. Yenə siyasət tipli sualdır. Azərbaycan qızın vətəndaşı olan X və Y dövlətə qarşı qiyamda iştirak edir. X qiyamın yatırılması zamanı hüquq mühafizə orqanlarının əməkdaşlarına tabe olmuyor. Nəticədə silahla vurulma səbəbindən həyatını itirir. Y isə həbs edilir. X'in ailə üzvləri ona qarşı silah işlədilməsinin qanunsuz olması, Y-in ailə üzvləri isə onun Azərbaycan Respublikasından qovula biləcəyini iddia edirlər. Konstitusiya əsasən siyasətlə bağlı doğru fikri müəyyən edir. Cavab C variantı. İkisinin ailəsi haqlı deyil. Bəli. Çünki silah işlədə bilər axı dövlətə qarşı qiyamda. Dövlətə qarşı qiyamın yatırılması zamanı insana qarşı işlədilməsinə yol verilir. Y-in ailəsi də haqlı deyil. Azərbaycan vətəndaşı heç bir halda vətəndaşdan qovula bilməz. Cavab C variantı. Digər testimizə keçəlim. 23-cü test. Konstitusiya əsasən yerli özünlərin təşkilinə aid deyil. Yəni ki, burada maddəni işarələyir və ona aid olma məsələsini qeyd edir. Deməli, burada 23-cü sualda cavab D variantı bələdiyyələr öz fəaliyyətlərini iclaslanmış daimi başqa komissiya həyata keçirməsi məsələsidir. Yəni, bu maddəyə aid olmağını bildirir. Sonra 24-cü suala keçək. Konstitusiya əsasən normativ hüquqi aktlar və bələdiyyə aktlarına bağlı ortaq cəhət hansıdır? Onu bildirir. Deməli, hər ikisinin ortaq cəhət hüquqa və haqq ədalətə, bərabər mənafilə və bərabər münasibətlərə əsaslanmalıdır. Niyə A deyil? Dərc edilməsi qaydası Konstitusiya qanununa müəyyən edilir. Bu, aiddir normativ hüquqi haqlara, amma bələdiyyə haqlarına deyil. B. İcrası arasında yaşayan vətəndaşlar və yerləşən hüquqi şəxslər üçün məcburidir. Bu, bələdiyyə aid, normativ aiddir. Dərc edilməlidir. Bu isə, yəni, dərcəmə bələdiyyədə dərcəmə məsələsi göstərir ki, normativ hüquqlar dərc edilməlidir. 25-ci suala keçək. 25-ci sualda cavab D variantdır. Konstitusiyasının aşağıdakılardan hansı düzgündür? Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərin inkişafı üçün zəruri tədbirlər görür. Sanitar epidemiologiya salamatı təminat verir və tibbi sığortanın müxtəlif növlərin inkişafı üçün imkanlar edir. Niyə A məsələsi gəlir? Əmək müqaviləsi işləyənlər qanun vermiş qədər gün ərzində 8 saatdan artıq olan iş günü istirahət və bayram və ildə azı bir dəfə 30 yox 21 təqvim gününün az olmayan ödəniş vəziyyət verir. Niyə B deyir? Yardıma möhtac olanlara kömək etmək ilk növbədə olaraq onların qohumların yox, ailə üzvlərinin borcudur. Niyə C deyir? Dövlət ekoloji ərazinin saxlanmasına, yaban bitki, vəhşi heyvanların bütün yox, qanun olmamış növlərin qorunması təminat verir. Burada söz oynanır. 26-cı cez konstitusiya əsasən təhsil alma hüququ hər bir vətəndaşın təhsil alma hüququ vardır. Bu əks olunubdur. 26-cı sual A variantı. 27-ci sual keçən yoldaşlar, burada qulluq sırası ilə bağlı görə aylıq haqqın müəyyənləşməsi ödənməsi qaydası əsasən 2000 AZM rəssam maaşalan və daimi dövlət qulluğuna qəbul edilən başlayaraq dövlət qulluğunda 11 illik qulluq stajı olan dövlət qulluğuna hər ay aylıq rəssam maaşına nə qədər ödənir? Gəlin belə bir şey qeyd edək. Yəni burada vəssalam maaşında burada artıq riyazi bir məsələlər hesablanması gedir. İlk öncə qeyd edirəm ki, burada D variantı. 1 ildən 5 ilə qədər stajı varsa, bu zaman 1 ildən 5% ödənilirdi. 5 ildən 10 ilə qədər olarsa 10%, 10 il 15 il arasında olduğuna görə 11 ildə 10 il içərisində daxildir. 20% olacaq. Və 2 ilində 20%-i 400 AZN-dir. Cavab D variantı. 28-ci suala keçirik. 28-ci sualda dövlət qulluq qanununa əsasən dövlət qulluğunun idarəetmə şurası haqqında göstərilərdən biri deyildir. Cavab B variantı. Turan saatlər prezident tərəfindən müəyyən edilir. Xeyr. Çünki Turan saatləri qanunlar düz olduğuna görə oxunmamış, şura prezident tərəfindən müəyyən edilməsi yazılmamışdır. Qanunla təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Belə bir cümlə qeyd edilir. 29-cu suala keçək görək ki, 29-cu sualda ilk öncə cavab deyək ki, A variantıdır. Dövlət qulluğunun inzibati vəzifəsi, dövlət qulluğu yardımçısı vəzifəsi, şöbə vəzifəti almalı. Bu, dövlət qulluğu haqqında qanuna əsasən əsas anlayışlar bölməsindən təşkil olunmuş bir məsələdir. Ona görə buna diqqətli olalım. Deməli, dövlət qulluğunun inzibati vəzifəsi, dövlət qulluğunun yardımçı vəzifəsi. Diqqət edək ki, burada nədir? A variantında 1. Dövlət qulluğunun inzibati vəzifəsi dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətində uyğun olaraq həmin bölmənin sahiblərini büro vasitə həyata keçirən və dövlət orqanı strukturuna müvafiq olaraq iqtisad düzəltməyə iqtisad aiddir. 2. Dövlət qulluğunun yardımçı vəzifəsi adı dövlət orqanı struktur fəaliyyətinə həyata keçən
ştatca müəyyən edilmiş ştat var idi. Tibbi fəaliyyətini təmin edirdi. Və 3-də B barədə şöbə nəyə uyğun gəlir? Dövlət orqanının bir və bir neçə fəaliyyət istiqaməti üzrə sahiblərinə keçən struktur bir bölməsidir. 4 isə vəzifə təlimatı C-yə uyğun gəlir. Dövlət qulu vəzifəsi adının, qulluq funksiyanın və həmin vəzifəsinin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanı rəhbəri tərəfindən təsdiq olunan sənəd deməkdir. Və 30-cu suala keçək. 30-cu sual D variantıdır. Dövlət pulu haqqında qanuna əsasən inzibati vəzifələrə müvafiq olaraq ikinci və ikinci təsdiqat üzrə sunulmuş ən kiçik ixtisas hansılardır? Deməli, inzibati vəzifə ikinci təsdiqat üzrə ən kiçik dövlət qulunun baş müşaviridir. Üçüncü təsdiqat üzrə ən kiçik müşavir olacaqdır. Cavab D variantı. Keçək 31-ci suala. 31-ci sualda nəyə gedir? Müvafiq olaraq bir və ikinci kateqoriya dövlət orqanlarını müəyyən edin. Yəni, deməli, cavab A variantı. Deməli, müvafiq birinciyə nələr daxildir? İttihamçıdan deməli, Azərbaycan Baş Prokuroru bu birinci kateqoriya dövlət orqanıdır. Məhkəmə Hüquq Şurasının aparatı bu birinci kateqoriya dövlət orqanıdır. Ali Məclis birinci kateqoriya dövlət orqanıdır. İkinciyə isə Naxçıvan Muxtar Prokurorluğu, Mərkəzi Sessiya Komissiyasının katibliyi və Adi Vicdan Şurasının aparatı. Budur. Növbəti 32-ci suala keçək. 32-ci sualda cavab A variantı. Dövlət qulu haqqında qanuna əsasən bu dövlət qulunun prinsiplərinə aid deyil. 2 və 5 rahat sualdır bu yoldaşlar. Dövlət orqanı saat hüdudunda qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi dövlət qulunun əsas vəzifələrinə aiddir və konstitusiya və digər qanun-vezaklar arasında vətəndaşların hüquq bazarlığının təmin edilməsi. Digər bir sual keçək. 30-cu sual. Cavab burada D variantıdır. İkinci sual baxaq görün nəsidir. Azərbaycan qanununa əsasən inzibati və üçüncü təsdiqatına aiddir. Ali Məhkəmə mütəxəssis vəzifəsi. Bu aiddir üçüncü təsdiqata aiddir. Növbəti 34-cü suala keçəyin. Dövlət qulu haqqında qanuna əsasən bizə yanlış bir deyil seçin. Yanlışsa 34-də A 1, 2, 4. Dövlət qulunun baş referendi yardımcı ikinci təsdiqatına aiddir. Deməli, dövlət qulunun baş referendi dövlət qulunun birinci təsdiqatına aiddir. Ona görə bu səhvdir. İkinci, dövlət qulunun ayrı növlərində andın ıslah xüsusiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyəndir. Xeyr, cavab yanlışdır. Çünki dövlət qulunun ayrı növlərində andın ıslah xüsusiyyətləri qanunverici aktlara müəyyəndir. 4. Dövlət qulusunun şəxsi işi dövlət qulusunun tutduğu dövlət qulu vəzifə və ona verilmiş ixtisas təsdiq edən rəsmi sənəddir. Xeyr, bu isə şəxsi işi ilə bağlı deyildir. Bu cavab səhvdir. Deməli, yoldaşlar, digər 35-ci suala keçəyim. 35-ci sualda dövlət qulu haqqında qanuna əsasən dövlət qulusu, bax bu təzə ən axırıncı 2026 yanvar dəyişikliyi ilə bağlı olan bir məsələdir. Müddətli həqiqi hərbi xidmətə və alternativ xidmətə çağırılması əlaqədar tutanvericidə dövlət qulusuna orta aylıq dövlət məbləği neçə misli məbləğində müavinət ödəniləcəkdir. Burada cavab B variantıdır. 3 misli məbləğində. Sonra dövlət qanununa əsasən aşağıdakılardan hansı yanlışdır? Yanlış olan cavab D variantıdır. Və birbaşa bunları oxumuruq. A, B, C düzdür. D variantı nə yanlışdır? Dövlət qulusunun xidməti fəaliyyətini qiymətləndirməsi dövlət orqanı rəhbər tərəfindən keçirir. Xeyr. Xidməti fəaliyyətinin qiymətləndirməsi onun bilavasitə rəhbər tərəfindən keçirir. 37-ci sual. Cavab nədir? A variantı. İlk öncə nədir? Etik davranış qədər qanuna əsasən qərəzsi haqqında aşağıda qeyd edilen hansı düzgündür? Deməli, dövlət xidməti və yerinə yetirən və qərar qəbul edən qərarsiz olmalıdır. 37-ci sual. Və irqinə, milliyyətinə, dininə, dilinə şərait yol verilməlidir. Digərləri isə aid deyil. Deməli, qərərsizliklə bağlı olaraq dövlət qulusu bu əmrin yalnız özü qərərsiz olmalı. Bu belə bir şey yoxdur. Dövlət orqanı əmrin icra edərkən. Dövlət xidməti, C variantı xidməti və yerinə yetirilən zaman hər hansı siyasi partiya üzv ola bilməz. Xeyr, orada belə yazmış ki, qanunvericiliyə başqa qayda nəzərdə tutulmuyursa. Və dövlət özünün və yaxın qohumların mənafelərinin, amma özünün və yaxın qohumların maraqlı şəxslərin mənafeləridir. Biraz diqqətli olmaq tələb edən bir sualdır. 38-ci suala keçsəyin, yenə etik davranış qanununa əsasən yanlışdır. Cavab B variantıdır. 2, 3, 4. Dövlət qulusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının onların rəhbərinin fəaliyyətinə qədər qanunsuz fəaliyyət istismar olmaqla
Bu zaman nə etməli? Tənqidi ictimai mülahizələrdən çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi çəkinməlidir. Və bu qədər dövlət quruluşunun sahibkarlıq fəaliyyətinə bağlı şamil olunur. Burada sahibkarlıq söhbəti yoxdur. Ona görə yanlışdır. Sonra 3 dövlət qrupu birbaşa yuxarı rəhbər tərəfindən ona verilən əmrin sərəncamının tapşırığının qanuna və digər normalar zidd olan əmrdirsə, bu barədə əsaslandırma yox, yazılı əsaslandırmanı birbaşa rəhbərin söyləməli yox, təqdim etməlidir. İki dənə yanlış cavab var burada. Üçdür. Sonra dördüncü niyə görə səhvdir? Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və özünün yox, dövlətin maraqları naminə olmalıdır. Ona görə 2, 3, 4 və B variantı. Növbəti cəzə 39-cu cəzə cavab C variantıdır. Vətəndaş A Ədliyyə Nazirinin Qeyriyyat şöbəsinə müraciət edərkən doğum haqqında sənədlərində qeyd edilmiş adının dəyişdirilməsi barədə müraciət edirdi. Və A-nın doğum haqqında sənəddə qız qayıt yazılmışdır. O zaman A-nın sənədlərini görən B, sonuncunun onun qonşusu olduğuna və ona bu barədə məlumatın verilmədiyinə təəccüblənmişdir. Bundan sonra vətəndaşın müraciətdən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. B. Qonşusu və rəfiqəsi C ilə söhbət zamanı A-nın doğum haqqında sənəddə adının qızqayıt olduğu bildirilir. Bu məlumatı nalayiq formada ifadə edərək deyib gülmüşlər. C uşağını gəzdirərkən qonşusu A-nın qızqayıt deyə səslənir və bu zamanda aralarında mübahisə yaranmış və nəticədə ayaq xəsarət dəymişdir. Bundan sonra A. Ədliyyə Nazirinə müraciət edərək qeydiyyat şöbəsinin işçisi barəsində qanuna uyğun tədbirlər görməsi xahiş etmişdir. Etik qanunda doğru olanı müəyyən edin və C variantı doğrudur. Və burada bəli, etik davranış qaydaları pozulmuşdur. Dövlət orqanının deməli, etik davranış qaydalarının pozulmasının qarşılanmasına bağlı tədbirlər görməlidir və şəxs intizam məsuliyyətinə cəlb olunmalıdır. Deməli, A niyə səhvdir? Etik pozulmuşdur, burada düzdür. B-nin onun üzərində düşən vəzifəni icra etməli olduğu üçün, məsələn, lazımca icra etmək üçün intizam məsuliyyətinə cəlb edilməli. Onun hüquqlarının bərpası ola bilməz, axı onun bu birisinin hüquqları olubdur. Sonra B variantı etik pozulmamışdır, xeyr pozulmuşdur. D variantı isə etik pozulmamışdır, xeyr pozulmuşdur. Ona görə cavab C variantıdır. Növbəti testdə keçək 40-cı test. Cavab A variantıdır. Yəni burada dövlət orqanlarında, dövlət mülkiyyətində payların səhiyyə nəzarət sərfi dövlətə məxsus hüquqi şəxslər və büdcə təşkilatına personal aparılmasına dair təlimatdır. Qısaca buna biz həmişə deyirik karguzarlıq və buradan bizim üçün yanlış bəndisi A variantı. Deməli, təşkilatlarda qərarı sərəncam əmrlərin yaranmasının hüquqi əsasların biri qüvvədə olmasının asıl normativ xarakterli tələbləridir. Burada qüvvədə olmasının asıl normativ söhbəti yoxdur. Ona görə bu cümlə yanlışdır və 41-ci testə keçəyik ki, 41-ci testdə nədir? Elektron imza və elektron sənəd haqqında qanuna əsasən qeyd olunan yanlış olanı göstərək. Cavab C variantıdır. 1, 2, 5. Dövlət hakimiyyət orqanları yalnız hüquqi şəxsi və ümumiyyətlə əksəriyyət hallarda yalnızdır, bir qaydadır. Bunlar yanlış olurdu və burada yalnız hüquqi şəxsi yox, çünki fiziki bir hüquqi şəxs məsələsi var, yalnız söz səhvdir. 2. İmza sahibi sertifikatı olmayan elektron istifadə edən qarşı tərəfi xəbərdarlıq etməlidir. Yəni deməli, bir də 41-ci testə baxım. İmza sahibi sertifikatı olan yox yoldaşlar, sertifikatı olmayandan söhbət gedir. Burada çaşdırıcı bir məsələdir. 5-də imza yalnız bir imza, xeyr, imza bir neçə imzaya malik ola bilərdi. Yəni düşünək ki, imza 4 imzaya malik ola bilər, yenə də düzgün cavab kimi götürürük. Keçən 42-ci testə bağlı olaraq dövlət dili haqqında qanuna əsasən dövlət dilinin işlənməsinə bağlı uyğunluq gözlənilmişdir. A. Azərbaycan tərəfdarı beynəlxalq müqavilələr və qoşulu beynəlxalq konvensiyalar dövlət dilində nəşr edilməlidir. Düzgün cavabdır. B-yə baxırıq. Konstitusiya məhkəmənin iclasının çıxışları dövlət dilindən başqa dildə çözülməsinə yol verilmir, xeyr yol verilirdi. C-də Azərbaycan Respublikasının beynəlxalq yazışma heç bir halda xeyr, heç bir halda sözü səhvdir, düzgün deyil. Və D-də isə Azərbaycan Respublikasının dövlət dilində nəşr olunan çatma məhsullarında heç bir halda yenə də heç bir halda məsələ səhv var. Gördünüzmü? Yenə də imtahanda heç bir hal, bir qayda olaraq, bütün hallarda yalnız sözü səhv çıxır. Amma həmişə çıxmır. Bir çox hallarda çıxır. 43-cü suala keçək, cavab C variantıdır ilk öncə. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən aşağıda bir yanlış olan müəyyəndir 2 və 4. Vəzifəli şəxsin qanunsuz olaraq güzəştlər vəd olmasında vasitəsi etmiş şəxs korrupsiya qədər hüquqların subyekti deyildir. Xeyir subyektidir.
Keçirik ki, digər məsələ ki, korrupsiya mübarizənin bütün hallarda xeyr, o yenə də bax gördünüz ki, bütün hallarda deyil. E, və C variantı olur. Digər testimizə keçəyim. 44-cü test. Elektron imza elektron sənəd haqqında qanuna əsasən sertifikat xidməti mərkəzin fəaliyyət başlamazdan əvvəl və qeydlər keçdikdən sonra nə qədər müddət ərzində informasiya auditini etməli hər il. Bax bu da ehtiyatlı olunan sualdır və elektron imza dəyişiklik edildikdən sonra artırılmışdır. Və bu artırılan yerdən verilmiş sual. Yenidən ki 45-ci sual ki, yenə karguzarla bağlı uyğunluq gözlənilmişdir. Deməli, burada uyğunluq gözlənilib B variantı 1 və 2 də gözlənilibdir. Karguzarın müntəzəm surətdə təkmilləşməsi məqsədi ilə təşkilatın bütün fəaliyyət sahəsində karguzarın ipinə metodik rəhbəri həyata keçirməsi karguzar xidmətinin əsas vəsaitlərindən biridir. Və deməli, işə keçirik. Mərkəzləşmiş karguzarlıq xidmətində sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi və işlərin formalaşdırılması karguzar xidmət həyata keçirir. Düzdür. Deməli, 4 niyyə səhvdə icra edilmiş sənədləri üslub bölməsindən tələb etmək, yazıq karguzar xidmət vəzifəsi deyil, xeyr, karguzar xidmətin vəzifəsinə aiddir. Yüksək keçid təşkilatlarda vətəndaşların müraciətlə bağlı karguzarın aparılması, o cümlə sənədə hazırlanan qeydiyyatı, hərəkəti, icrası bu təlimatla tənzimlənir, xeyr. Bu məsələ səhvdir, vətəndaşların bağlaması bunu tənzimlənmir. 46-cı suala keçən yoldaşlar, 46-da cavab ilk öncə deyək ki, D variantıdır. 2-4 nəyi soruşur bizdən? Dövlət himnin istifadə qaydaları haqqında qanuna əsasən doğru müddəalar müəyyən 2 və 4. Deməli, birə baxalım. Azərbaycan dövlət himni Azərbaycan prezidenti seçilmiş şəxs andından arasında and içmədən əvvəl xeyir, and içmədən sonra ifa ediləcəkdir. Bu səhvdir. Sonra 2. Dövlət himni ifa edən Azərbaycan vətəndaşları himni ayaq üstə fərqa və sona qədər dinləmə mətni uyğun oxumalıdır. Düzdür. Və xarici dövlətin ərazisində keçirilən təntənə tədbirlər zamanı dövlət himnin ifa edilməsi qaydası bu qanunu əsas götürməklə ölkənin dilini əsas götürməklə ölkənin dilində ifa edilir. Xeyir, bu səhvdir. Sonra müvafiq icra hakimiyyəti məsələsi vardı ona görə. 4 düzdür, yenə oxuyaq. Azərbaycan Respublikasının dövlət istifadə qaydaları haqqında qanun tələblərini pozan şəxslər mülki məcəllə, inzibati, qatlar məcəllə və cinayət məcəlləsinə uyğun məsəldaşlar. Düzdür. 5 isə Azərbaycan dövlət ifa edilməsi qaydası salınıb qüvvələrin qarnizon və qaravul müəyyən tələblərə əsas götürməklə bu qanun tələbləri xeyr, bu səhvdir. Olmaz. Deməli, digər testimizə keçək. O 47-ci sual cavab burada A variantıdır. A-da nədir? İlk üzrə A-nı qeyd edək. Məlumatlar qanuna əsasən bu yeni xatırlama verim ki, BB-cə tətbiq olunan sınaqdır. Uyğunluğu müəyyən edin. 1. Məlumatın azadlığı və onun təminatı. 1. Aidliyi hər kəsin təbiətdə, cəmiyyətdə, dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərləri əldə etmək üçün müraciət etmək hüququ bildirirdi. 2. Məlumatların təminatları nələr aiddir? C variantı, statistik məlumatlar, kitabxanalar, arxivlər, muzeylər, fondlar, informasiya sistemləri, maneəsiz istifadə edilməsi yolu məlumatların əldə edilməsi təmin olunur və 3 isə B-yə aid açıq məlumatın əldə edilməsi, açıq məlumatın alınması qayda şərtləri informasiya əldə etmək haqqında qanunla müəyyən edilir. Cavab A variantı, 47-ci sual. 48-ci suala keçək. 48-ci sual C variantıdır. Dövlət yerinin istifadə qaydaları haqqında qanuna, dövlət yerinin istifadə qanuna və dövlət bayrağının doğru müddəaları seçək. Cavab C-dir. C-də nəyi bildirir? 1, 4, 5. Dövlət bütün məhkəmə binalarında vurulur, düzdür. 2-yə baxaq, dövlət bayrağı salıb yaşayan hərbi hissənin daimi qaldır. Xeyr, daimi qaldırılmır, səhvdir. 3. Rəsmi görüşə gələn dövlət və hökumət başçılarının qarşılama yola salınması müvafiq dövlət himni ifa edilməzdən öncə. Xeyr, onların himni ifa edilməzdən öncə. Ona görə 3-də səhvdir. 4 düzdür, oxuyalım. Dövlət himni ifa edildə əcnəbi vətəndaşlığı olmayan şəxslər ayaq üstə fəraqəli vəziyyət sona qədər dinləməlidir. 5 isə dövlət bayrağının təsviri dövlət mükafatlarının qanuni müşahidə rəsmi döş nişanlarının elementi kimi istifadə edilir. Bəli. 1, 4, 5. Keçək bizim 49-cu suala cavab D var. Dövlət bayrağı hansı gəmilərin üzərində qaldırılacaq? Gəmi reysinin birində qeydə alınmış gəmilərin üzərində qaldırılacaqdır. 50-ci suala keçək. Məhkəmə hakimlər haqqında qanuna əsasən məhkəmə bütün qərarları cavab B variantı qəbul olunduğu gündən bir ay müddətində anlaşdırmaq yoluyla elektron qayda yayılmalıdır.
Və 51-ci sual vətəndaş müraciət baxması haqqında qanuna əsasən dövlət orqanlarında korrupsiyaya qədər hüquq pozmalara görə xidməti araşdırma əlavə məlumatların əldə edilməsini tələb etdikdə, dövlət orqanı rəhbəri tərəfindən müddəti uzadılmış xidməti araşdırma ümumilikdə neçə gün çəkə bilər? Cavab C variantı 30 iş gün ərzində. Çünki 20 iş gün ərzində baxılır və 10 iş gündə uzadılır. Beləliklə, ən gecə nə qədər olur? 30 iş gün ərzində. Növbəti sual ki, 52-ci suala keçəyim. 52-ci sual D variantıdır. Amma sualı oxuyalım. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən yaxın qohumların birgə işlənməsi ilə əlaqədar tələbləri pozan şəxsin tabeə istənilən başqa vəzifəyə keçirilməsi və bu pozuntunun könüllər aradan qaldırılması mümkün olmaqda həmin şəxsin bir tutuq vəzifədən azad olunmalıdır. Cavab B variantı. Növbəti 53-cü sualımıza keçək. Cavab burada ilk öncə B variantı və sola baxalım. Vətəndaşların müraciət baxılması haqqında qanuna əsasən korrupsiyaya qədər hüquq pozmalara bağlı müraciət baxılması xüsusiyyətlərinə aid olanı müəyyən edin. Korrupsiyaya qədər hüquq pozmalara bağlı müraciət daxilində dövlət orqanı rəhbəri xidməti araşdırmanın müvafiq dövlət orqanının daxilində xidmət var. Düzdür. Niyə? Aya baxa görə nəsə? Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarıda dövlət şikayət vermə hüququ. Onun bu qərarı məhkəmə şikayət vermə məhdudlaşdırılır. Xeyr, məhdudlaşdırılır. Cavabı səhvdir. C variantı. Dövlət orqanı rəhbəri xidmətlər nəticəsində müraciətin əsaslı olduğu təsdiqi barədə məlumat aldı. İşgəncə icraata xitam verilməsi barədə qərar qəbul edir. Xeyr, orada yəni xitam vermə məsələsi ola bilməz axı. Təsdiq edilibdir. Daha sonra təsdiq edilməzsə xitam verilə bilərdi. Daha sonraki korrupsiyaya qədər hüquq pozmalara bağlı məlumatın araşdırılması nəticəsində birbaşa maraqlanan şəxslərə həvalə edilə bilməz, qeyri həvalə edilə bilər. Sonra 54-cü suala keçəyim. 54-cü sualda ikinci cavab C variantıdır və suala baxın. Etik davranış qaydaları haqqında qanuna əsasən intisam icraatı hansı hallarda başlana bilər? 1 və 4. Etik qaydaları haqqında qanuna əsasən dövlət qurusu tərəfindən pozulması barədə fiziki şikayət və digər məlumatlar daxil olarsa, 4 media dövlət qurusu tərəfindən etik davranış qaydaları haqqında qanunun müddənin pozulması maraqlarının toxunulmasına yol verilməsi barədə məlumat dərc edilməsi olur. 1 və 4 bu hallarda başlana bilər. Və nəhayət ən axırıncı sual, 55-ci sual. Məhkəmə hakimlər haqqında qanuna əsasən doğru bəndi müəyyən edək. Və burada da bir variantı çıxıbdır. 2, 4, 5. Bir də bu məhkəmə sistemə daxil olan məhkəmələrin ümumi sayı Milli Məclis tərəfindən müəyyən edilir. Xeyr, qeyd olunmuşdur da 109-un 32-ci bəndinə əsasən. O da 109-un 32-ci bənd prezident həyata keçir. O baxımdan 2 deməli düzgün cavab oxuyaq. Qanun üzrə inşallah istisna olmaqla cinayət işlərinin qəbul və icraatına yol verilmir. Düzdür. 3. Azərbaycan qanunvericiliyə nəzərdə tutmuşlar. Hər kəsin tərcüməçisi xidmətə ödənişli istifadə etməyə götürülmür. Xeyr, ödənişli məsələsidir. Bu da yanlışdır. 4 və 5 düzdür. Hər ehtimal qarşı oxuyaq. Azərbaycan məhkəmə sistemi daxilində qanun mənfiqdə digər məhkəmələr yaradıla bilər. Düzdür. Bütün halda məhkəmə qərarı açıq edilir. Bu da düzgün cavabdır və bu bizim yoldaşlar BB üzrə test imtahanımızın qeyd etdiyimiz kimi cavabları idi və yenidən biz BA üzrə keçirik və BA üzrə mən sizə bir şey qeyd edim ki, yenə də əvvəldən başlasın eyni bir şey olduğuna görə açıq suallardan başlayacağam. Yəni çünki BA-nı kimsə yoxlamaq istəyirsə, ilk öncə BB-nin baxıb oradakını baxacaqdır və daha sonra isə açıq suallar üzərindən 48-dən başlayıb o tərəfə gedəcəkdir. 48-ci testə başlayırıq. Dövlət timinin istifadə qaydaları haqqında qanuna əsasən və dövlət geminin istifadə qanunu bayraq. Yəni 3 rəmzin bir yerdə qoyublar. Doğru müddəalar seçin və burada doğru cavab 1, 4, 5-dir. Oxuyağın bütün məhkəmənin binalarının və məhkəmə iclasının dövlət geri qabarı təsviri qurur. Düzdür. 2 səhvdir. Dövlət bayrağı silahlı qüvvələrin və başqa silahlı birləşmənin hərbi gəmi daimi qaldırır. Xeyr, daimi qaldırma məsələsi yoxdur. 3 doğrudur. Oxuyağın. Azərbaycan rəsmi görüşə gələn dövlət hökumət başçılarının qarşılama yol salmasının müvafiq ölkənin dövlət himni ifa edilməzdən öncə mütləq dövlət himni ifa edilir. Yəni bircə dəqiqə. Üzr istəmirəm.
1, 4, 5 deyirəm, amma 3 uyğun gəlmir. 3-də çünki bu həmin dövlət himni ifa edilməzdən öncə yox, o dövlət himni ifa olunduqdan sonra ona görə səhvdir. 4-5 düzdür. Oxuyağın hər ritmə qarşı dövlət himni ifa edilir. Əcnəbi vətəndaşı olmayan şəxslər ayaq üstə fəraqlı vəziyyətdə sona qədər dinləməlidir. Və dövlət bayrağının təsviri, dövlət mükafatlarının habelə qanunumuz edilmiş qayda rəsmi döşünün elementi kimi istifadə bu da düzdür. 1, 4, 5 məsələsi. Və yoldaşlar növbəti testimizə keçək. 49-cu testdə. Burada cavab 1 və 4-dür. İşarə eləyək ilk öncə və sualımıza keçək. İnsan müvəkkil haqqında qanunsa qanunsa doğrudur. Şikayət kifayət ilə verilir, müvəkkil aparatın işçisi şikayətin məzmunu xüsusi blanqda qeyd edilir və ərizəçi həmin vərəqi imzalayır, tələbi insan pozulmuş şikayətin məzmuna aiddir. Düzdür. İki yanlış yoldaşlar. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 13 gün ərzində yazı şəkildə əsaslanmış cavab verir müddəası pozulmuş şikayətə dair qərarın qəbul edilməsinə aiddir. Xeyr, yanlışdır, aiddir. Üstə yanlışdır. Şikayətlə bağlı məhkəmə icraatı getdi. Müvəkkil şikayətə baxmır müddəası insan pozulmasına şikayətə baxılmasının imtina əsaslara aiddir, xeyr, aiddir. 4 də düzdür, yenə də oxuyalım. Şikayətdə ərizəsinin hüquqlarının pozulduğu gündən bir il müddətində verilə bilər tələblərin pozulması müddəsi insan pozulmasına dair şikayətə baxılmasının imtina aiddir. 1 və 4 cavabı. Növbəti testimizə keçəyin. 50-ci testə baxalım. İnzibati icraatla bağlı olaraq ilk öncə cavablar 2, 3, 4-dür. Qanuna əsasən düzgün göstərilir bəndləri, etimad hüququnun qorunması prinsipi, diskursiyon səlahiyyətin həyata keçirilməsi qaydası və formal təbliğdən sui-istifadə qanunu. Azın çoxu yox, çoxun azıdır. Bir də fərəsinin təmin edilməsi belə bir söhbət yoxdur. 51-ci suala baxalım. 51-ci sualda deməli 51-ci sualda 2, 3, 4-dür. İlk öncə onu qeyd edək. Konstitusiya Mərkəzi Seçki Komissiyası normativ xarakterli aktlarına aiddir. İzah, qərar, təlimat. Yəni, layihə və qərardat aid deyildir. Və 52-ci suala keçən cavab 1 və 2-dir. İnzibati qanuna əsasən yanlış müddialar müəyyən edin. Konkret icraatın təşkili və həyata keçirilməsi inzibati orqan tərəfindən qəbul edilən akt əlverişsiz, xeyir, səhvdir. 2. İnzibati orqanlar aidi və səlahiyyətlərlə bağlı mübahisənin məhkəmə tərəfindən müəyyən edilir. Xeyr, bu da yanlış. Növbətiyə keçək. 53-cü sual. Deməli, cavab burada bir dənə variant çıxıbdır. 2 və 1 variantda çıxa bilər yoldaşlar. Bunlardan ehtiyatlı olmaq lazımdır. Vətəndaşın müraciət baxılması haqqında qanuna əsasən korrupsiya qədər hüquq pozmalarına bağlı xüsusiyyətlərinə aid olan müəyyən edək. Deməli, dövlət orqanı rəhbərinin deməli, yuxarı orqana şikayət etmək hüququ məhkəmə işlə məhdudlaşdırır, qeyri məhdudlaşdırılmır, yanlışdır. Korrupsiyaya qədər hüquq pozmalarla bağlı müraciət olan dövlət orqanı rəhbəri təyin edilməsi xidmətlər araşdırması bağlı dövlət daxil nəzarət etmələri aparır. Düzdür, qeyd eləmişik. C, 3-ə baxaq. Dövlət orqanı rəhbəri xidməti araşdırmanın nəticəsində müraciətin əsaslı olduğu təsdiq barədə məlumat aldıqda şikayətçiyə xitam verilməsi qərar qəbul edilir. Xeyr, xitam verilə bilməz. Korrupsiya qədər hüquq pozmalara bağlı məlumatın araşdırılması nəticəsində birbaşa maraqlı olmayan şəxslər əlavə edilə bilər. Çünki birbaşa maraqlı olmayan deyil, olan olmalıdır. Növbəti testə keçək, 54-cü testə baxalım. İlk öncə burada cavablar 1, 2 və 4-dür. İnsan müvəkkil haqqında konstitusiya qanununa əsasən müvəkkil təhsis edilməsinə aiddir. Konstitusiya təsbit olunmuş və dövlət pozulmuş insan hüquqlarının bərpası üçün düzdür. Beynəlxalq müqavilə təsbit olunmuş dövlət orqanı hüquq bərpasına bağlı. 3 yanlışdır ki, qanunverici müəyyən təminata əsasən elə söhbət yoxdur. 4 konstitusiya beynəlxalq, çünki qanunverici yoxdur orada. Yerli pozulmuş hüquqların bərpası. 5 yanlışdır, qanunverici haqlar məsələsi yoxdur. Və bununla bağlı axırıncı sualdır, ya da açıq olmalı. Burada isə cavab 2, 4 və 5 məsələsidir. Burada nə ilə bağlıdır? Məhkəmə hakimi qanununa əsasən doğru bəndləri müəyyən edək. Deməli, burada cavab 2, 4, 5 doğrudur. Yəni, məhkəmə sistemi daxil olan hakimlərin ümumi sayı Milli Məclis tərəfindən yox, prezident tərəfindən müəyyən edilir. Ona görə yanlışdır. 2. Qanun üzrə hallar istisna olmaqla cinayət şərin qiyabi məhkəmə icraatına yol verilmir. Düzdür. Sonra 3.
qanunvericilik məcburi hallarda hər iki tərcüməçi ödənişli, bu da yanlışdır. Ödənişli istifadə etmə hüququ yoxdur. Və azı məhkəmə sisteminin daxilində qanun və mülki qaydada digər məhkəmələr yaradıla bilər. Düzgün cavabdır. Və bütün hallar məhkəmədə açıq elan edilir. Düzgün cavabdır. Və nəhayət keçəyin bizim AC kateqoriyası üzrə. AC kateqoriyasında da burada da 48-ci sualdan başlayalım yoldaşlar. 48-ci sualda cavab D variantıdır. İnformasiya əldə etmə haqqında qanuna əsasən informasiya sahibi hansı informasiya xidməti üstünə nəzərdə tutmuş hesab edilə bilməz. Dövlət hakimiyyəti orqanları və vəzifəli şəxslər tərəfindən qanunçuluq pozulması faktları üzrə tədbirlər başlanılır. Və bir də ki, dövlət qiymətli metal valyuta barədə dərc edilənədək. Bunlar da bağlı məsələdir. Cavab D variantı 1-3. 9-cu suala keçəyim. Cavab A variantıdır. İnsan müvəkkil haqqında konstitusiya qanununda əslində doğrudur. 1-4 şikayət şifahi şəkildə verildi. Müvəkkil aparatının işçi şikayəti məzmunu xüsusi blankda qeyd edilir və ərizəçi həmin vərəqi imzalayır. Tələbi insan pozmuş şikayətin məzmununa aiddir. Düzdür. Və 4-də şikayət ərizəsinin pozulduğu, hüquqların pozulduğu gündən bir il müddətinə verilə bilər tələblərin pozulması müddəti, bu insan pozulması da şikayətə baxılmasının imtina edilməsi əsaslara aiddir. Düzdür. 2 və 3 yanlışdır. Növbəti testə keçək, inzibati icraatla bağlı 50-ci sual cavab B variantıdır. Hansı prinsiplər var? Etimad qorunması prinsipi düzdür. Diskursun sənədə keçirilməsi qaydası düzdür. Formal tələblərin sui-istifadənin edilməsi qaydası düzdür. Çünki burada E5 ümumiyyətlə yoxdur. İşə baxılması və azın soyu, çoxun azı irtifa prinsipi. Növbəti sual 51. Normativ hüquq haqqında Mərkəzi Sistemimizin normativ xarakteri aktlarına aiddir. C variantı 2, 3, 4 izah, qərar və təlimat məsələsi. 52-ci sual cavab B variantı 1 və 2. İnzibati icra qanununda yanlış müddəaları müəyyən edək. Burada 1 və 2-də konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt əlverişsizdir, bu səhvdir. 2. İnzibati orqanlar arasında aidiyət və səlahiyyətlərlə bağlı mübahisə məhkəmə tərəfindən müəyyən edilir, xeyr, məhkəmə tərəfindən müəyyən edilmir. 53-cü suala keçək, 53 sual əmək məsələsinə bağlıdır. Hansılar işçiyə orta əmək haqqının az olmamaqla işçidən çıxma müavinəti ödənilir. Cavab A variantı. Müəssisə ləğv edilir və işçinin sayı və iştiraklar ixtisar edildikdə. 54-cü suala keçək ki, insan müvəkkili haqqında konstitusiya qanunu əsasən müvəkkil vəzifə təhsil edir və yaxud da buna oxşar sualdır. 1, 2, 4 konstitusiya təsbit edilmiş, dövlət orqanları tərəfindən pozulmuş insan azadlıqlarının bərpası. 2. Tərəfdar çıxmış beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən pozulan insan hüquq azadlıqlarının bərpa edilməsindən bağlı və nəhayət 4. Azərbaycan Konstitusiya və tərəfdar beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının yerli özüdarlıq orqanları tərəfindən pozulan insan hüquq azadlıqlarının bərpa edilməsindən bağlı. Cavab 1, 2, 4, B variantı. Digər bir tezə 55-ci suala keçək. A variantı. Məhkəmə hakimi haqqında qanuna əsasən doğru bu müəyyəndir. Qanun edilmiş hallar istinmaqla cinayət işlərinin qəbul məhkəmə icraatına yol verilmir. Düzdür. Qanunvericilik məhkəmə qayda tərcüməsi yox, bu səhvdir. Tərcüməsi ödəniş məsələsidir və məhkəməsi daxil olan digər məhkəmələr ola bilər. Bəli, məhkəməmiz açıq yanıdır, düzdür. Və yoldaşlar, sizə imtahanda da bolca uğurlar arzulayıram və bizim Elbir Akademinin növbəti sınaqlarımızda, təşkil edəcək növbəti sınaqlarımızda buyurub iştirak edə bilərsiniz. Uğurlar hər bir kəsə.